Deməli qızlar, indi isə gəlin həyətlə tanış olaq. Həyətimizin bu yol hissəyə yaxın olan hissəsində evimizin bu kənarı ilə qaynanam güllər əkib. Baxın, çox qəşəngdir güllər. Ümumiyyətlə, bizim bir direktorumuz var idi. Həmişə deyərdi ki, bir insanın səliqəsi onun həyətindən bəlli olur. Yəni, bir insanın həyəti səliqəlidirsə, deməli, onun özü də səliqəlidir, özü də təmizdir. İndi həyətə də baxanda özünüz, yəni qaynanamın səliqəsini, düzənini görürsünüz. Yəni, heç nəyə, belə deyim, bitişik və yaxud qarışıq deyil. Bostana ayrıca çəkəcəm. Qoy birinci güllərdən başlayaq. Deməli, evin həm sağ, həm də sol tərəfi ilə, qarşı tərəfindən belə güllər əkib. Bu gül böyüyür, ramaşka kimi günə baxan oxşuyur. Bu böyüklükdə açır, çox qəşəngdir. Yenə bu güllərdir. Bax, bu gül də qəşəng açır qızlar. Bu da fərqli güldür. Məsələn, bu da fərqli güldür. Məsələn, bu da fərqlidir. Yəni, neçə sort gül var burada. Fərqli. Hələ əvvəllər qaynamın bir dənə gülü var idi. Xoruzun pipiyinə oxşuyurdu, belə qıpqırmızı açırdı. O həmişə bu pisi tərəfdə olurdu. Bax, məsələn, bu xına güldür, səhv eləmirəmsə. Bu Bakı gülüdür, bu gülün adı. Bizdə buna pomidor gülü deyirlər. Başqa adı var mı bilmirəm. Bizdə bunun böyüyü var idi anamgildə. Qaynanamdakı balacası oldu. Amma qaynanamdakı çox qəşəngdir. Hədsiz böyüyüb aşmır. Məsələn, ramaşka gülü var, baxın burada. Bizdə burada desən buna kartoşka gülü deyirlər. Kartoşka yarpağına oxşuyur deyə. Amma belə qırmızı açılır. Tam olarak adı nədir? Qırmızısı, sarısı, hər rəngli olanı var. Burada isə şeylər var. Nə idi onun adı? Qızıl güllərdir. Sonra bax, burada məsələn qaynanamgilin həyətdəki evləridir. Belə deyim də, bu ev remont olunan müddətdə qaynanamgil burada qalıblar. Baxın, burada fikusu var qaynanamın. Bunların şüşə bəndidir. Biz burada otururuq. Bəzən bu stolu çıxarıb burada otururuq. Bura çox küləkli olur. Ondan sonra bura yenə aşağıdakı evlərin hər tərəfi, baxın, belə qəşəng güllərdir. Hamamın da yenə yanında həmin güllərdən əkib qaynanam. Ümumiyyətlə qaynanam gülləri çox sevir. Baxın, bu da yenə bayaqki kimi böyük açan, günə baxan oxşayandandır. Bu hissədə ot var. Bu hissənin otunu qaynatam şeylə, çalğı deyirlər bizdən. Ondan çalmayıb. Bunu çalır qaynanam. Aparır, biçir, qurudur. Heyvanlar var həyətdə, verir onlara. Sadəcə elə vaxt biçilməlidir ki, yağış dəydisə bu ot xarab olur. İndi yağış yağır deyə neçə gündə axşamlar. Bunu biçməyib. Bu qalıb burada. Çalğı ilə qəşəngcə ucundan belə çalacaq, qalacaq, quruyacaq. Biçəcək də deyirlər. Biz tərəfdə çalmaq deyirlər. Nəysə, bu zonada isə qaynanamın lobyaları var. Bizdə lobya iki cür. Bir var ağacı dırmaşan lobya, bir də var piyada lobya. Bu lobya piyada lobyadır. Bu isə ıhlamur deyirlər. Nə idi onun adı? Adı yadımdan çıxdı. Bu böyük sahələrdə var, gəlib şəkil çəkdirirlər. Adı yadımdan çıxdı qızlar, ondandır. Orada məsələn plov üçün olan lobyası var, xırda lobyası. Burada səliqəsiz heç nə yoxdur bu həyətdə. Bu da yenə güldür. Burada alma ağacıdır. Burada sinaf alma deyirik biz, uzun alma. Çox qəşəng olur. Bunun tərkibində dəmir çoxdur. Nə qədər çox yesəz o qədər yaxşıdır. Bu armududur. Burada xiyarlardır qaynanamın əkib. Burada alma ağacıdır. Bu alma da çox ləzzətli almadır. Xurma ağacıdır. Biri burada, biri burada. Burada gavalısı var. Hətta burada bir dənə şponka var idi. Gilas. O quruyub. Orada bir dənə gilas vardı, quruyub. Burada mən gələndə bir dənə alma var idi. O da quruyub. Ağacların hələ çoxu quruyub, xırda təzədən əkdikləri də var. Məsələn, burada pomidorlardır. Maşallah, pomidorlar hündürdür, qəşəng qalxıb. Burada da bir sıra pomidor, orada da belə bir sıra pomidor əkib. Burada ayaq yolumuz, burada Hint. Hintdə toyuq cücə saxlamırlar. Mənim qaynanam ümumiyyətlə toyuq əti yemir. Toyuğu sevmir. Bu həyətdə pişik, it, heç nə yoxdur. Ona görə həyət təmizdir. Məsələn, ağacdan yerə nəsə düşəndə biz onu ürəkli götürüb yeyə bilirik. Çünki bilirik ki, həyətdə fırlanan, onu çirilən heç nə yoxdur. Burada yenə xiyar tağlarıdır. Bəzən üzərində olur xiyar. Qaynatam falan yığır. Mən baxanda belə deyim də çox yaxşı tapa bilmirəm xiyarları. Qaynatam yaxşı axtarır, tapır bu tağın içindən. Sonra biberləri var. Bu acı biberlərdir, baxın. Uzun. Bayaq dediyim lobyalar budur, bax. Bu lobyalar ağaca çıxır. Bayaqkilər yer lobyalardır, piyada. Ondan lobya supu falan hazırlayırıq. Bunu isə yaşıl halda, göy halda yığıb yeyirik. Düzdür, yaşlananları qışda yığıb saxlayırlar. Baxın, çiçək də açıb, belə yetişənlər də var. Burada iki dənə deməli fındıq ağacı var. Bir cır fındıqdır, zorla qırılır. Biri isə adi fındıqdır bu. Belə. Sonra burada alça ağacımız var. Pəhləvan alça deyirlər, baxın. Odur. Burada göyəmi var qaynanamın. Baxın, bu alça üzərində lap çox olur. Hətta lap çox olanda satırlar. Sonra şeydir. Bu göyəmdir. Qızım gəlib göyəm yeməyə. Sonra burada bir dənə alça ağacı var həyətdə. Burada peyin ambarıdır. Heyvanlar kakaş eləmir. Onu arabayla yığıb atırlar bura. Qaynatamın qapının girişində tövləsi var. İnşallah gələcəkdə istəyirik ki, qapının yerini dəyişək. Baxın, bizim darvazamız, girişimiz buradır. Buradan girdin. Burada tövlədir. Heyvanlar falan saxlayırlar. Orada da tövlədir. İki tərəfdə. Bu yay tövləsidir. Yayda heyvanlar orada qalır, açıq havada. Qışda isə burada saxlayırlar.
Burada isə otdur, presdir, belə şeylər yığırlar, heyvan yemləridir. Burada basen hissi var, qaynanam gülüm. Bunda su ehtiyatı yığırlar. Məsələn, su olmayanda heyvanlara falan buradan su veririk. Ümumi həyatın uzunluğu belədir qızlar. Baxın. Neçə su tutur bilmirəm həyatın uzunluğu. Həyətdə də gördüyünüz kimi 2 ev var. Bayaq vloqunu çəkdiyim həmin bu ev. Sonradan 2006-da tikilən bu ev və köhnə ev. Bu ev də çox köhnə deyil. Bizim toy ərəfəmizdə artıq 2014-də falan təzədən remont ediblər. Hansı ki, zəlzələdə o birisi dağılmışdı deyə onun yerində. İndi nə vaxtsa inşallah bu evi söküb, burada istəyirik qəşəng navə eləyək, onun da əvəzinə bu evin altını remont edək. Belə.